İkinci hissə. Böyük Lujin. Kitablar yazan Lujin. Tez-tez oğlunun gələcəyi barədə düşünərdi. Onun kitablarında, onların hamısı isə artıq unudulmuş itki romanından başqa yeniyetmələr, gənclər və orta məktəb şagirdləri üçün yazılmışdı. Bərbəzəkli, bərk cildlərdə satılırdı. Öz mənəvi gözəlliyini itirməyən, gah skripka çalan, gah da rəssama çevrilən dəlisov və xəyalpərəst sarışın oğlan uşağının obrazı təsvir edilərdi. Öz oğlunu onun fikrincə heç bir şeylə seçilməyən, belə adamların da olduğunu təxmin etsək, digər uşaqlardan fərqləndirən xüsusiyyəti o istedadın gizlin həyəcanı kimi başa düşürdü. Və həmişə yadında möhkəm saxlayırdı ki, rəhmətli qaynatası da bəstəkar olub. Yeri gəlmişkən kifayət qədər quru və yetkinlik çağlarında şübhəli virtuozluq xəstəliyinə meyilli. O əslində şam, dəfələrlə litografiyaya bənzən xoş xəyallarla qonaq otağına düşərdi və topuqlarına qədər ağ paltar geyinmiş vunderkind oğlunu iri qara royalın arxasında oturan görərdi. Ona elə gələrdi ki, oğlunun qeyri-adi qabiliyyətini hamı görməlidir. Hesab edirdi ki, bəlkə də kənar adamlar oğlunu ondan da yaxşı başa düşürlər. Onun öz oğlu üçün seçdiyi məktəb, şagirdin daxili aləmi adlanan məqama xüsusi fikir verməsi, humanistliyi, ciddiliyi, dostyana səmiyyəti ilə seçilirdi. Danışırdılar ki, məktəb yenicə fəaliyyətə başlayanda müəllimlər böyük tənəffüsləri uşaqlarla birgə keçirərmişlər. Fizika müəllimi çiyini üzərindən boylanaraq, hər an vurula biləcəyindən ehtiyatlandığından qartopu düzəldər, riyaziyyat müəllimi oyun zamanı qabırğalarından güclü qartopu zərbəsi alar və məktəbin direktoru ucadan ləzzətlə gülərək oyunu təqdir edərmiş. Belə ümumi oyunlar artıq yox idi, lakin idillik atsan qalırdı. Oğlunun sinif rəhbəri yazıcı Lujinin yaxın dostu olan ədəbiyyat müəllimi idi. Geri gəlmişkən o özü də pis lirik şair değildi və Anakreonun şeirlərinə bənzəyən şeirlər toplusu çap etdirmişdi. Böyük Lujin birinci gün oğlunu məktəbə gətirəndə o demişdi: "Vaxtınız olsa, istənilən cümə axşamı saat 12 radələrində gəlin." Lujin də gəldi. Pilləkənlərdə sakitlik və kimsəsizlik idi. Zaldan keçib müəllimlər otağına gedərkən ikinci sinifdən gələn boğuq gülüş səsi eşitdi. Sakitlik çökəndən sonra isə onun addımları sarı parket üzərində daha bərkdən eşidilməyə başladı. Sinif rəhbəri imtahan zalını xatırladan müəllimlər otağındakı üstü mahudla örtülmüş masa arxasında oturmuşdu və məktub yazırdı. Oğlu məktəbə daxil olduğu vaxtdan bu yana o hələ sinif rəhbəri ilə görüşməmişdi və indi bir aydan sonra onun yanına gələrkən azacıq həyəcan və qorxu hissi keçirirdi. Və indi onda olduğu kimi onun gözlədiyi tərif, özgə şəhərdə yuxudan oyanıb hələ gözlərini açmamış, nəysə qeyri-adi, aydın səmalı səhəri gözlədiyin kimi və xoş sözlər yerinə ümid edirdi ki, məhz bu sözləri eşidəcək. O, könül açmayan, ürək sızladan sözlər eşitdi. Bu sözlər isə onu sübut edirdi ki, sinif rəhbəri oğlunu onun özündən də az başa düşür. Sinif rəhbəri onun oğlunun hansısa gizli istedadı barədə heç bir söz demədi. Burnunun hər iki tərəfində qırmızımtıl çökəklər olan solğun, tük basmış sifətini yana əyərək, ehtiyatla kip oturmuş pensnesini çıxaran tərbiyəçi ovcunun içi ilə gözlərini silib danışmağa başladı. Dedi ki, oğlan daha yaxşı oxuya bilər. Oğlan, deyəsən, yoldaşları ilə yola gedə bilmir. Oğlan tənəffüslərdə az qaçır. Oğlanda sözsüz ki, qabiliyyət var. Tərbiyəçi gözləri üzərində manipulyasiyanı bitirib dedi. Ancaq bəzi süstlük müşahidə olunur. Bu an hardasa aşağıda zəng vuruldu. Səs yuxarı yayılaraq şiddətlə bütün binaya yayıldı. Bundan sonra 2-3 saniyə ərzində tam sakitlik oldu və birdən bir şey canlandı. Səs şüyə qərq oldu. Partaların üstlükləri şappıldadı, zal danışıq, ayaq səsləri ilə doldu. Böyük tənəffüsdür, tərbiyəçi dedi. İstəyirsiniz, həyətə gedək. Onların necə dəcəllik etdiyini öz gözlərinizlə görün. Şagirdlər sürahini qucaqlayıb, ayaqlarını pillələrin hamarlaşmış qırağına sürtə-sürtə aşağı sürüşdülər. Onlar aşağıda
Paltaraslanların qaranlıq darısqallığında ayaqqabılarını dəyişirdilər. Bəziləri geniş pəncərələrin üstündə oturmuşdu, nıqqıldaya-nıqqıldaya tələsik ayaqqabılarının iplərini bağlayıb qaçırdı. Birdən Lujin belini bükərək iyrənə-iyrənə kisədən çəkmələrini çıxaran oğlunu gördü. Basa-basa sarışın bir oğlan onu itələdi. Oğlu kənara çəkildi və birdən atasını gördü. Atası qaragül dərisindən olan papağını əlində tutaraq, əlinin arxası ilə papağına sığal çəkə-çəkə oğluna gülümsündü. Lujin gözünü qıydı və atasını görmürmüş kimi üzünü yana çevirdi. O, arxası atasına tərəf döşəmənin üstündə oturub, çəkmələri ilə əlləşməyə başladı. Artıq geyinməyə macal tapanlar onun üstündən tullanıb keçirdilər və hər zərbədən sonra o, biraz da belini donqarlaşdıraraq qaranlıq küncə tərəf çəkilirdi. O, nəhayət uzun, boz paltoda və qaragül dərsindən olan papaqda bayıra çıxanda atası artıq həyətin o başındakı qapının yanında oturub intizarla onun yolunu gözləyirdi. Tərbiyəçi yanında dayanmışdı və futbol oynadıkları boz rezin top dəyirlənib təsadüfən ədəbiyyat müəlliminin düz ayaqlarına düşəndə müəllim məktəb haqqında deyilənləri təsdiqləmək üçün instinktiv olaraq topa zərbə endirmək istədi. Ehtiyatsız tərpəndi. Az qaldı qaloşunu itirsin və ürəkdən qəhqəhə çəkib güldü. Atası onun qolundan tutdu və kiçik Lujin bu məqamdan istifadə edərək paltaraslanın arxasında gizlənib ləzzətlə əsnəyən qapısından başqa heç kim olmayan sakit otağa qayıtdı. Qapının şüşəsindən, çuğun ulduza bənzər şəbəkədən düşən şəfəqlər arasından atasının birdən əlcəklərini çıxararaq tərbiyəçi ilə vidalaşdığını və qapının arxasında gözdən itdiyini gördü. Yalnız bundan sonra o yenidən bayıra çıxdı, oynayanların yanından keçib sola, odunlar yığılan yerə, alaqapının altına gəldi. O burada yaxalığını qaldıraraq doğranmış odunların üstündə oturdu. Lujin xarici aparıldığı ilə qədər bu məktəbdə keçirdiyi 250-yə yaxın böyük tənəffüsü məhz burada oturdu. Bəzən gözlənilmədən tərbiyəçi gəlib çıxardı. Lujin, niyə həmişə tənha oturursan? Biraz yoldaşlarınla oynasana. Lujin odunların üstündən durar, alaqapının altından dördkünc arxa həyət tərəfə çıxar və bu vaxtlar daha da qəzəbli olan 3 sinif yoldaşından yayınmağa cəhd edərək bir neçə addım atar, güclü zərbə ilə vurulmuş topdan qorunmaq üçün kənara atılar və tərbiyəçinin uzaqlaşdığına əmin olduqdan sonra yenidən odunların yanına qayıdardı. O, bu yeri elə ilk gündən özünə qarşı gizli nifrəti, təhqir edici marağı, bu nifrətdən, maraqdan gözləri öz-özünə qaranlıq çaldığı və lənətə gəlmiş ehtiyacdan onun baxdığı hər bir şeyin hansısa müəmmalı optik metamorfoziyaya çevrildiyi gündən seçmişdi. Göy damalı səhifə dumanla örtülərdi. Qara lövhədə ağ rəqəmlər gah balacalaşar, gah da tamamilə yox olardı. Müəllimin səsi elə bil getdikcə uzaqlaşar və eşidilməz olardı. Və sifətini murdar tük basmış hiləgər, qəddar parta yoldaşı sakit səslə və ləzzətlə deyərdi. İndi ağlayacaq. Ancaq o bir dəfə də olsun ağlamadı. Hətta ayaq yolunda bir neçə nəfər birləşib onun başını içərisində sarı qovuqcuqlar olan alçaq çanağa soxmaq istəyəndə də ağlamadı. Cənablar, tərbiyəçi ilk dərslərin birində dedi. Sizin yeni yoldaşınız yazıçı oğludur. Əgər siz o yazısını hələ oxumamısınızsa, onda oxuyun. Və o, iri hərflərlə lövhədə yazmağa başladı. Əlini elə bərk bastı ki, təbaşir barmaqları arasında ovxalanıb töküldü. Antoşanın macəraları, Silvestrov nəşriyyatı. Bundan sonra 2-3 ay ərzində Lujini Antoşa deyə çağırmağa başladılar. Hiləgər, qanisən sinif yoldaşı sinifə atasının kitabını gətirdi və Lujini çox mənalı, çəpəki baxışlarla süzərək dərs vaxtı kitabı altdan o biri uşaqlara göstərdi. Dərs qutaranda isə qəsdən sözləri təhrif edərək kitabı ortadan oxumağa başladı. Onun çiyini üstündən baxan Petrişev səhifəni çevirmək istədi və səhifə cırıldı. Krebs tələsik dedi, mənim atam deyir ki, o 2-ci dərəcəli yazıçıdır. Qromov qışqırdı. Qoy Antoşa bizə ucadan oxusun. Yaxşısı budur, həriyə bir parça çatsın. Qızın tutuşmadan sonra qızılı rəngli kitabı əlinə keçirən sinif təlxəyi dedi. Səhifələr bütün sinifə səpələndi. Onların birində şəkil var idi. Gözlərindən qəflət yağan bir gimnazist küçənin tinində
öz səhər yeməyi ilə tükü tökülmüş iti yemləyirdi. Ertəsi gün Lujin bu səhifəni basma düymə ilə partanın örtüyünün alt hissəsinə səliqə ilə yapışdırılmış halda tapdı. Yeri gəlmişkən, tezliklə onu rahat buraxdılar. Ancaq hərdən bir axmaq bir ayama eşidirdi. Ancaq Lujin bu ayamalara inadla cavab vermədiyindən bu da unuduldu. Lujini heç kəs dindirmirdi. Onunla danışmırdılar. Və hətta sinifin yeganə sakit uşağı da onun düşdüyü vəziyyətə düşməkdən qorxaraq kənar gəzirdi. 6 il sonra təhlükəli kəşfiyyata görə Georgievsk xaçı alan, vətəndaş müharibələrində qolunu itirən bu sakit adam Lujini yadına salmağa çalışarkən onu başqa heç cür təsəvvür edə bilmirdi. Ancaq arxada, sinifdən ondan qabaqda qulaqlarını şəkləyərək oturan, səsküydən uzaqlaşaraq zalın o başına qaçan, faytonda əli cibində, çiynində böyük ala çanta oturan. O, irəli qaçıb onun üzünə baxmağa cəhd edərdi. Ancaq hər şeyi unutduran, sakit və güclü qar onun xatirələrini boz, bulanıq pərdəyə bürüyərdi. Və keçmiş sakit uşaq, indi isə narahat emigrant qəzetdəki portretə baxaraq deyərdi. Təsəvvür edin ki, üzünü tamamilə xatırlamıram. Nə deyirsiniz deyin. Heç xatırlamıram. Ancaq böyük Lujin saat 4 radələrində pəncərədən baxaraq yaxınlaşan kirşəni və oğlunun ağ ləkəyə bənzəyən üzünü görərdi. Adətən oğlu gələn kimi onun iş otağına daxil olar, yanaqlarını onun yanaqlarına toxunduraraq havanı öpər və o dəqiqə də üzünü çevirib getmək istərdi. Dayan, atası deyərdi. Dayan, danış görək bugün nə oldu? Cavab verməyə çağırdılar. O, üzünü yana çevirmiş oğluna məhəbbətlə baxardı və onun çiyinlərindən tutub silkələmək, soluqmuş bənzini, gözlərini, incə çuxura düşmüş gicgahlarını öpüşə qərq etmək istərdi. Həmin qış balaca Lujinlə sarımsaq iyi gələrdi. Bu, həkimin ona yazdığı arsen preparatının iyi idi. Platin məfdili artıq çıxarmışdılar, ancaq o köhnə vərdişlərindən əl çəkməmişdi. Hələ də üst dodağını qatlayaraq dişlərini qıcadırdı. O, penzəyinin arxa tərəfindəki kəməri, qısa şalvarının dizlərində düymələri olan boz İngilis kostyumunda idi. Yazı masasının yanında dayanmışdı, bir ayağı üstündə müvazinətli saxlamağa çalışırdı və atası mısmırığını salladığını görüb ona nəsə deməyə cəsarət etmirdi. Oğlu çantasında xalçanın üstü ilə sürüyə-sürüyə gedərdi. Böyük Lujin göy məktəbli dəftərinin növbəti povestini, bəlkə də gələcək bioqrafını qiymətləndirəcəyi haşiyə, yazdığı masaya dirsəklənərək qonşu otaqdan, yemək otağından gələn monoloqa, oğlunu kakao içməyə razı salmağa çalışan arvadın səsinə qulaq asardı. Qorxuludur, böyük Lujin düşünərdi. O sağlam deyil. Onu hansısa ruhi sarsıntı narahat edir. Görünür, onu məktəbə vermək lazım deyildi. Amma axı onu cəmiyyətə öyrəşmək lazımdır. Müəmma. Heç olmasa keks ye. Divarın o üzündə kədərli səs davam edirdi. Yenə də sakitlik. Ancaq hərdən dəhşətli bir hadisə də baş verirdi. Qəfildən cildli, xırıltılı bir səs də eşidilərdi və dərhal da qapı sanki güclü külək çırpılmış kimi bərkdən çırpılardı. Onda o yerindən qalxar, əlindəki qələm ucluğunu ox kimi tutaraq yemək otağına qaçardı. Arvadı əlləri əsə-əsə ağzı üstə çevrilmiş fincanı, nəlbəkini süfrənin üstündən qaldırıb baxar, sınıb-sınmadığını yoxlayardı. Mən ondan məktəb barədə soruşurdum. O ərinə baxmadan deyərdi. O cavab vermək istəmirdi. Sonra isə budur, quduz kimi hər ikisi qulaq kəsilərdi. Fransız qadın payızda partiya getmişdi və indi onun öz otağında nə etdiyini heç kim bilmirdi. Otağın divar kağızları ağ idi. Yuxarısından isə göy zolaq keçirdi. Onların üstündə isə boz qaz və kürən küçük şəkilləri çəkilmişdi. Qaz küçüyə hücum edirdi və eyni şəkil bütün otaq boyu 38 dəfə təkrar olunurdu. Rəfin üstündə isə qlobus və nə vaxtsa verbadan alınmış dələ müqəvvası var idi. Kreslonun örtüyünün qırçınları arasından yaşıl parovoz görünürdü. Yaxşı otaq idi, işıqlı idi. Atasının qızılı rəngli, qəşəng üzlüklü, birinci səhifədə əl yazısı ilə
Ürəkdən inanıram ki, mənim oğlum həmişə heyvanlara və insanlara Antoşa kimi münasibət göstərəcək yazılmış və sonunda nida işarəsi qoyulmuş kitabı da burada idi. Və ya bu kitabı yazarkən mən sənin gələcəyin barədə düşünürdüm, mənim oğlum. Bu yazılar həmişə onda atasına görə qarşı xəcalət hissi oyadardı. Kitabların özləri isə Kör musiqiçi və ya Pallada freqatı qədər darıxdırıcı idi. Yekə dodaq, qıvrım saçlı Puşkinin qalın kitabı isə heç açılmamışdı. Amma daha 2 kitab var idi ki, hər ikisini bibisi bağışlamışdı. Onları həmişəlik sevmişdi. Sanki böyüdücü şüşə altında yaddaşına həkk etmişdi və bu kitablarda yazılanlara o qədər məftun olmuşdu ki, onların 20 il keçəndən sonra yenidən qısaldılmış nəşrini oxuyanda artıq bu kitabların bir qədər quru təsir bağışlayan məzmunu onun yaddaşında özünə yer eləmiş bənzərsiz, ölməz obrazlarla heç uyuşmurdu. Ancaq Phileas Fogg'u qara-qara izləmək həvəsi uzaq yerlərə səyahət etmək arzusundan irəli gəlmirdi. Heç Baker Streetdəki evində özünə kokain vurub xəyallara qapılaraq skripka çalan qartal sifət Uzundraz xəfiyyənin başına gələn macəralara maraq da onun uşaqlıq həvəsindən yaranmamışdı. Yalnız çox-çox illər sonra bu kitabların onu nə ilə belə həyəcanlandırdığını ayırt edə bildi. Düzgün, bərbəzəksiz həyat. Phileas gah fil belində, gah da milyonlarla pulu alınmış və yarısı yanacaq yerinə işlədilən gəmidə labüd qurbanlar bahasına çətin yollarla irəliləyən silindirli maniken və Sherlock, məntiqə xəyal gözəlliyi qatan Sherlock, bütün növ siqarların külü haqqında monoqrafiya yazan və bu külü talisman kimi əlində saxlayaraq mümkün deduksiyaların bülur labirinti arasında parıldayan vahid nəticəyə gələn Sherlock. Onun valideynlərinin Pasxa bayramında dəvət etdikləri sehirbaz bir neçə anlığa özündə Fogg'un və Holmes'un məziyyətlərini birləşdirdi və həmin gün aldığı anlaşılmaz ləzzət hissi sehirbazın çıxışını müşahidə edən bütün xoşagəlməz hissləri unutdurdu. Ara bir ehtiyatla səslənən, sənin dostlarını çağıraq xahişi nəticə vermədiyindən, bunun həm oğlu üçün xeyirli, həm də ona sevinç gətirəcəyini düşünən böyük Lucian oğlanları həmin məktəbdə oxuyan 2 tanışına müraciət etdi. Bundan başqa uzaq qohumların 2 sakit, həlim xasiyyətli oğlanlarını və qalın qara saçlı, solğun bənizli qızı evlərinə qonaq çağırdı. Dəvət olmuş oğlanların hamısı matros kostyumunda idilər və onlardan pomada iyi gəlirdi. Kiçik Lucian dəhşət içərisində 3-cü sinifdə oxuyan, məktəbə səliqəsiz geyimdə gələn və özlərini dəli kimi aparan Bersenev və Rozeni də qonaqların arasında gördü. Hə, bax, böyük Lucian sevinclə oğlunu çiyinlərindən tutaraq dedi. İndi sizi tək buraxacaqlar. Tanış olun, oynayın, sonra isə çağıracaqlar, sürpriz olacaq. Yarım saatdan sonra o uşaqları çağırmağa getdi. Qız küncdə oturmuşdu və Nivaya əlavəni vərəqləyərək şəkil axtarırdı. Pərtliklərindən qıpqırmızı qızarmış və həddindən artıq pomadalanmış Bersenev və Rozen divanda oturmuşdular. Uzaq qohumlarının həlim xasiyyətli oğlanları həvəssiz divarlardakı İngilis gravyuralarına, qlobusa, dələyə, masanın üstündə atılıb qalmış və çoxdan sındırılmış pedometrə baxırdılar. Ağ lenti və sinəsində fiti olan matros paltoru geyinmiş Lucian'in özü isə pəncərənin qabağındakı Viyana stolunun üstündə oturub gözaltı onlara baxırdı və baş barmağını dırnağını çiynəyirdi. Ancaq sehirbaz hər şeyi yoluna qoydu və hətta ertəsi gün artıq əsl, murdar Bersenev və Rozen məktəb zalında ona yaxınlaşaraq kinayə ilə təzim edib, kobud qəhqəhə ilə qolboyun olub yırğalana ondan uzaqlaşanda da, hətta bu istehza da sehirbazın yaratdığı xoş ovqatı korlaya bilmədi. Onun qaşqabaqlı xahişi ilə indi o nə deməsindən asılı olmayaraq daim qaşqabaqlı olurdu. Anası qonaq evindən qırmızı ağac rəngində boyanmış böyük qutu və üz qabığında ev dovşanının qulaqlarından tutub yuxarı qaldıran, frakının döşündə medalları olan bir cənabın şəkli verilmiş möcüzələrə aid dərsliyi gətirdi. Qutuda 2 qat dibi olan mücrü, üstü ulduzlu, kağızla yapışdırılmış şəkillərinin yarısı korol və valetdən, yarısı isə tüklü qoyundan ibarət bir kobud kart dəsti, qatlanan silindir,
Nə üçün nəzərdə tutulduğu məlum olmayan, uclarında 2 taxta nəmənəcik olan ip və göz oxşayan paketlərdə suyu göy, qırmızı və yaşıl rəngə boyayan tozlar var idi. Kitab hər şeydən əyləncəli idi və Lujin bu kitabdan bir neçə fokus öyrənib onları saatlarla güzlü qarşısında öz-özünə göstərərdi. O, dəqiq və hiləgərcəsinə yerinə yetirilən fokusda gizli ləzzət, başqa, hələ ona məlum olmayan cazibə, qeyri-müəyyən şirinlik hiss edirdi. Ancaq bununla belə nəsə çatmırdı. O, görünür, sehirbazın bildiyi bəzi mətləblərə, havadan pul qapmaq və tamaşaçıların ürəyində tutduqları xaç yedilliyi karıxmış Rozenin qulağından tapıb çıxarmaq kimi hərəkətlərin sirrinə tam yiyələnə bilməmişdi. Kitabdakı mürəkkəb izahlar onu əsəbləşdirirdi. Onun can atdığı sir sadəlik idi. Harmonik sadəlik. Ən mürəkkəb cadugərlikdən də çox təəccübləndirən sadəlik. Milad bayramında göndərilmiş, dərslərindən aldığı müvəffəqiyyət barədə pleonazmalarla yazılmış kifayət qədər geniş rəyin ümumi qeydlər rubrikasında onun süstlüyü, keyliyi, daim yuxulu olması, lənkliyi qeyd olunurdu. Rəydə ballar zəiflikdən ifadə edilmişdi. Rus dilində qeyri-kafi, riyaziyyatdan isə az kafi qiymət almışdı. Ancaq elə bu vaxtlarda o ciddi şəkildə əyləncəli riyaziyyat misallar toplusundakı özlərini qəribə aparan saylar, həndəsə xətlərin heç bir qanuna uyğunluqla uzlaşmayan oyunları, bir sözlə məktəb dərsliklərində olmayan məsələlərlə maraqlanmağa başladı. Paralelliyin sirlərini öyrənən və göstərən misallarda maili xəttin yuxarıya doğru vertikal xəttin üzərində sürüşməsi onda heyrət və qorxu yaradırdı. Vertikal xətt bütün xəttlər kimi sonsuz idi. Maili xətt də sonsuz idi və o həmin xətt üzərində sürüşərkən və getdikcə daha da yuxarıya qalxarkən daim hərəkətdə olmağa məhkum idi. Onun sürüşüb düşməsi mümkün deyildi və bu xəttlərin kəsişmə nöqtəsi onun ürəyi ilə birgə sonu görünməyən yolla yuxarı qaçırdı. Ancaq o xəttkeşlə bu xəttləri bir-birindən ayrılmağa məcbur edirdi. Sadəcə onları yenidən çəkirdi. Özü də bir-birinə paralel. Bu zaman hiss edirdi ki, orada onun maili xətti sürüşməyə məcbur etdiyi sonsuzluqda misli görünməmiş fəlakət, izah olunmamış möcüzə baş verib və ülvi xətlərin ağıllarını itirərək dəli olduğu bu ənginliklərdə uzun-uzadı donub qalırdı. O, müvəqqəti olaraq böyüklər üçün nəzərdə tutulmuş bükülüb yıxılan şəkillərdə nisbi sakitlik tapdı. Petibez biskviti kimi qıraqları iri sıntı şəklində kəsilmiş bu böyük parçaların hissələrini pozerlər adlandırırdılar və bir-birinə elə möhkəm bağlanırdılar ki, onları dağıtmadan bütöv hissəni qaldırmaq olardı. Amma elə həmin il ingilislər böyüklər üçün qəribə tərzdə kəsilmiş, bükülüb yığılan şəkillər, onları pozerlər adlandırırdılar, icad etdilər. Onların nəyə lazım olduğu bəlli olmayan formaları adamı çaşbaş salırdı. Onlar artıq düzəldilmiş ala inəyin dərsinə yapışdırılacaq, yoxsa bu sadəcə çoban ağacının kölgəsidir? Nəhayət sol tərəfdə yavaş-yavaş inək sağırsı, sağda çəmənlikdə tütək tutmuş əl və biraz yuxarıda mavi səmanın ənginliklərində yaranmış boşluq və bu boşluqdakı göy rəngli dairəni görəndən sonra Lujin rəngbərəng hissələrin dəqiq birləşməsindən yaranan aydın şəkli görüb qəribə həyəcan keçirirdi. Daha bahalı, bir neçə həmin hissədən ibarət baş sındıranlar da var idi. Onları güləriz, kövrək, sarsaqsı bibisi gətirərdi. Oğlan saatlarla lomber masasının üzərinə əyilərək hər bir dişçiyi yerinə qoymamışdan əvvəl baxışları ilə ölçüb biçər, onun düz gəlib gəlməməsini yoxlar və əvvəlcədən güclə seçilən əlamətlərlə şəklin mahiyyətini müəyyənləşdirərdi. Qonaqların səsi gələn qonşu otaqdan bibisi xahiş edərdi. Allah xatirinə, heç nə itirmə. Hərdən bir atası onun otağına gələr, əllərini masaya tərəf uzadar, deyərdi. Bax, bu şübhəsiz bura getməlidir. Onda Lujin çevrilmədən mızıldanardı. Boş şeydir, mane olmayın. Və atası ehtiyatla dodaqlarını onun kəkirinə toxunduraraq qızılı rəngli stulların, böyük güzgünün, çimən frina şəklinin surətinin iri, sükutə qərq olmuş, qalın şüşədən düzəldilmiş ayaqları parça ilə örtülmüş royalın yanından keçərək çıxıb gedərdi.